Salam, 13 aprel 6-cı sinif OTK sınav imtahanı riyaziyyat suallarının izahına baxaq. 21-ci sualda A bölünsün 9 və A bölünsün 7 ifadələri natural ədəd olarsa A-nın 100 və 200 arasında ala biləcəyi qiymətlərin cəmini tapın. Burada deməli biz 9 və 7-nin əkobunu tapmalıyıq. Eləyir deməli əkob 7 9 bərabərdir 63. Qarşılıqlı sadə ədədlər olduğuna görə hasilinə bərabərdir 63-ə. Burada bizdən 100 və 200 arasında istədiyinə görə 63-ü biz 2-yə vururuq, eləyir 126. Bir dəfə də 3-ə vururuq, eləyir 189. Və bunları toplasaq, 5 yazaq, 1 yadda 1, 315. Deməli, 2 qiymət ala bilir və cəmi eləyir 315. Bizdən cəmini soruşurdu. 22-ci sualda 2 müxtəlif natural ədəddən ən böyüyü 446. 446. Olarsa bu ədədlər cəminin ən böyük qiyməti neçə olar? Təbii ki, biri də 445 ola bilər. Toplasaq 1 yazaq, 1 yadda 9, 891. Yəni doğru cavabımız B variantı. 23-cü sualda bucaq BOC bucağı 2x, deməli 2x bərabərdir. Bucaq AOB isə 2x plus 9, 2x plus 9. Üzərinə gəlsin, bucaq COD isə x plus 10'dur. Bölünsün 2'ye. Buradan tənasüblə həll etsək, deməli 4x bərabərdir 3x plus 19, x bərabərdir 19'a. X 19 tapdıqdan sonra bizdən hansı bucağı AOC-ni soruşur. AOC, baxın AOC belə ümumidir, yəni AOC 4x plus 9'dur. Bu da bərabərdir. 4'ü 19'a vursaq 76, üstə 9 gəlsək 85. Doğru cavabımız D variantı. Daha sonra 24-cü suala baxaq. 24-cü sualda deməli, birinci üçbucağın tərəfi onun perimetrinin üstə birinə bərabərdir. Bu doğrudur. İkinci üçbucağın iki tərəfinin cəmi üçüncü tərəfindən kiçik olmalıdır. Xeyr, böyük olmalıdır. Bu yanlışdır. Üçdə paralelogramın tərəfləri bərabərdir. Xeyr, paralelogramın tərəfləri bərabər deyil. Ona görə də bu ifadə doğrudur. 1-3 olacaq. Yəni yanlış olaraq verdiyinə görə 1-3 B variantı. 25-ci sual. 25-ci sualda deməli, burada x plus 5. Deməli, sürət x plus 5'dir. Vurulsun 3'ə bərabər olur. 2x minus 20 vurulsun 2'yə. Buradan biz ümumi gedilən yolu tapa bilərik. 3x plus 15 bərabərdir. 4x çıxılsın 40. X-i bu tərəfə keçirsək alarıq. Mənfi x bərabərdir. Mənfi 55. X bərabərdir 55. X 55 tapdıqdan sonra yerinə qoyub ümumi yolu tapa bilərik. Deməli, olacaq neçə? 60, 180. Ümumi gedilən yol 180 olmalıdır. C-yə 4 uyğundur. Yəni C vurulsun 4, sürət vurulsun zaman bərabər olmalıdır 180-ə. C bərabərdir buradan 45. Doğru cavabımız 45. Yəni D variantı. Daha sonra baxaq hansı suala? 26-cı suala. 26-cı sualda 2 vurulsun A çıxılsın B bərabərdir A çoxluğunun sayına, B çoxluğunun sayı bərabərdir. Birləşmə 65 olarsa. Aha. B bərabər. Deməli, bu sual ümumiyyətcə 6-cı sinif səviyyəsində sual deyil. Biz bunu Euler-V ilə yazsaq, aha, yanlış oldu. Euler-V ilə yazsaq, deməli, A-dan B-ni çıxdıqda bərabərdir A-ya. Bu tərəf A tərəfi olsun, bu tərəf B tərəfi olsun. A-nı x götürsək, o zaman A-dan B-ni çıxdıqda A-dan B-ni çıxıb 2-yə vursaq A-ya bərabər olur. A-dan B-ni çıxıb 2-yə vursaq. B bərabərdir. A-nın 2 A-da olanların 2 misli, yəni 2x. İndi baxaq görək bir də biz harada. B-dən A-nı çıxdıqda. Deməli, birləşmə olur. Bir də biz A-dan B-ni çıxdıqda, A-dan B-ni çıxıb 2-yə vursaq, bərabərdir A-ya.
Buranı x desək, bura 2x olsa, A-dan B-ni çıxıb, A-dan B-ni çıxıb 2-yə vursaq. Deməli, A olur. O zaman, həmçinin B çoxluğu bərabərdir A çoxluğun 2 mislinə. Yəni, A çoxluğun 2 misli bura olmalıdır. O zaman, 3, 6x. Bunu ya da heç elif ilə yazmaqdansa, deməli, kəsirini ixtisar edin. Bu kəsiri ixtisar etmək üçün 36 ilə 28-i 4-ə ixtisar eləsək, burada qalar 9, burada 7. 172 və 301. Bunları isə nəyə ixtisar edir? Deməli, məxrəcdə qaldı 172 vurulsun 7, sürətdə isə 9 vurulsun 301 da bərabərdir. 7-yə ixtisar gedir 301, 9 vurulsun. Deməli, 4 dəfə 7, 28, 3, 43, burada da 172. Deməli, daha sonra 4-ə 43-ə ixtisar gedir. Burada düşür 4, 4-də 9. 4-də 9-da nə deməkdir? 2 tam 4-də 1. Doğru cavabımız olur Y variantı. 28-ci suala baxaq. Aşağıdakı ədədlərdən hansı 2 ilə 3-ün arasında yerləşmir? Diqqət eləyək, yerləşmir. 2 ilə 3-ün burada deməli, birincidə düşür 2 tam 6-da 5 yerləşir. A variantı getdi. B variantında 2 tam 13-də 26, 9 yerləşir. Burada 2 tam 12-də deməli 9 yerləşir. 9 yox 8, 24, 31, 7. Burada da yerləşir. Y variantında da 2 tam 7-də 6 yerləşir. Amma D variantında 1 tam eləyir. Ona görə doğru cavabımız D variantı. 29-cu suala baxaq. Tənliyi həll edin. Burada deməli tənasüblə yazsaq. 7x çıxılsın 16 vurulsun 3 bərabərdir 2 vurulsun 5x çıxılsın 2. 21x çıxılsın 48 bərabərdir 10x çıxılsın 4. X'ləri bir tərəfə keçirsək 11x bərabərdir müsbət 44 olacaq. X bərabərdir 4-ə. Deməli doğru cavabımız oldu D variantı. 30-cu suala baxaq. 30-cu sualda 5 bölünsün A çıxılsın 3 ədədinin tərsi 9-a bərabər olarsa, tərsi dediyi yəni 5-də A çıxılsın 3 bərabərdir 9. Buradan yenə də tənasüblə A çıxılsın 3 bərabərdir 45. A bərabərdir 48. Deməli, A-nı tapdıq 48. 23 çıxılsın A. 23 çıxılsın A. Yəni 48 bərabərdir mənfi 25. Əksini soruşur. Əksi isə 25. Doğru cavabımız olur B variantı. 31-ci 97-dən kiçik və bölənlərinin sayı 3-ə bərabər olan natural ədədlərin sayını tapın. Yəni ümumiyyətcə bu sualların əksəriyyəti 6-cı sinif sualı deyil. 97-dən kiçik və bölənlərinin sayı 3-ə bərabər olan natural ədədlərin sayını tapın. Bölənlərinin sayı 3-ə bərabər olan ədədlər. Deməli, 97-dən kiçik yine burada sadə ədədlər deyil. Yəni, sadə ədədlərin 2 bölən olur. Özünə və 1-ə bölünür. 3 olması üçün. Deməli, baxaq.
natural ədədlərin sayını tapın. Bu 4 ola bilər. Bunu bir-bir sayası deyilik təbii ki. Bölənlərin sayı 3 olan. Deməli, daha sonra 8 ola bilməz. 9 ola bilər. 1-ə 3-ə 9-a bölünür. Yəni bunları bir-bir sayası olsaq 12 olmaz, 15 olar. 15 olmaz. 1-ə 3-ə 5-ə 15-ə bölünür. Daha sonra deməli 9-dan sonra burada söhbət ancaq tək ədədlərdən gedə bilər. 11 olmaz, 13 olmaz, 15 olmaz, 17 olmaz, 19 olmaz, 21. 21 3-ə və 7-yə bölünür. 25. 25 olar, 1-ə, 5-ə, bir də 25-ə bölünür. 27 olmaz, 29 olmaz, 31 olmaz, 33. 1-ə, 3-ə, 11-ə olmaz. 35. 1-ə, 5-ə, 7-yə olmaz, 37 olmaz, 39, 1-ə, 3-ə, 13-ə olmaz. 39-dan sonra gəlir 41 olmaz, 43, 45, 47, 49. 49 1-ə, 7-yə və 9-a bölünür. Olur 49. Deməli, daha sonra 51 olmaz, 53 olmaz, 55. 1-ə, 5-ə, 11-ə olmaz, 57. Olmaz, 3-ə bölünür, 19-a bölünür. 59, bunu bu sayda 59. Olmaz, 61 olmaz, 63 olmaz, 65. 1-ə bölünür, 5-ə bölünür. 65. 13-ə bölünür. Özünə bölünür. 67, 69. 69 23-ə bölünür. 3-ə bölünür. 72 olmaz. Yox, 71. 73. 75 olmaz. 77. 79. 81. 83. 85. 85 1-ə, 17-yə, 5-ə, 87, 89, 91, 93, 93, 31-ə bölünür, 3-ə bölünür, 1-ə bölünür, özünə bölünür, 95, 1-ə bölünür, 19-a bölünür, 5-ə bölünür, 90. Deməli 4 sayda. Yəni bunları bir-bir saydıq, amma bu sual yəni həqiqətən 6-cı sinif sualı deyil yəni. 32-ci sual. 32-ci sualda C nöqtəsi A-2 baxaq. Deməli. Buna olsun C nöqtəsi -2. C nöqtəsi, yox, bu A nöqtəsidir. Yanlış yazdıq. C nöqtəsi A-2 və BX nöqtələri arasında yerləşir. C nöqtəsinin koordinatlarının ala biləcəyi tam qiymətlərin sayı 6-ya bərabərdir. Yəni B burada da ola bilər. Baxın BX. Burada ola bilər. Aha, burada bizə x böyükdür 0 şərtini veribsə, o zaman sol tərəfdə ola bilməz, sağ tərəfdə olmalıdır. X böyükdür 0-dan. X-in tam qiymətini tapın. Ala biləcəyi tam qiymətlərin sayı 6-dır. Tam qiymətlərin sayı 6-dırsa, BX nöqtələr arasında yerləşir. X böyükdür 0-dan. X böyükdür 0-dan. C nöqtəsinin koordinatlarının ala biləcəyi tam qiymətlərin sayı 6. 6-ya bərabərdirsə -1 ala bilər, 0 ala bilər, 1 ala bilər, 2 ala bilər, 3 və 4 ala bilər. 6 sayda. 2, 4, 6. X-in tam qiymətini tapın. X-in tam qiymətini tapın. X böyükdür 0 olduğuna görə X-in özü təbii ki olmalıdır 5.
BX nöqtələri arasında yerləşməsi üçün x-in özü 5 olmalıdır. Doğru cavabımız Y variantı. 33-cü sual. 300 litr 45% spirtli mərhum tərkibində neçə litr su var? 300-ün 45%-ni tapaq və bərabərdir 135 dərəcə yox, 135. 300-ün 45, 135-i deməli spirtdirsə, 300-dən də çıxsaq 135-i alarıq 5, 6, 1, 165. Doğru cavabımız Y variantı. Üzərinə 7 gəldikdə 13-ə qalıqsız bölünən ədədin 13-ə bölünməsindən alınan qalığı tapın. Deməli, üzərinə 7 gəldikdə 13-ə qalıqsız bölünən ədəd bölünsün 13 bərabərdir 1. Buradan yəni x plus 7 bölünsün 13 bərabərdir nəyə? 1-ə. X plus 7 bərabərdir 13, x bərabərdir 6. 13-ə bölünməsindən alınan qalığı tapın. Elə 6-nın özüdür. Daha sonra 35-ci sual. Düzbucaqlı paralelipipedin oturacağının sahəsi. Düzbucaqlı paralelipipedin oturacağının sahəsi. Deməli, düzbucaqlı paralelipipedin oturacağı, baxın, oturacağı bura olduğuna görə, bu rənglədiyim yer olduğuna görə, orada nədir? Burada düzbucaqlıdır. Sahəsi 25-dirsə, yəni buranı A deyək, buranı B deyək. S bərabərdir 25. Bu da bərabərdir A vurulsun B-yə bu formada. Daha sonra bizə deyir ki, həcmi 175. Yəni V bərabərdir A vurulsun B vurulsun C bərabərdir 175. AB 25-dir, C bərabərdir nəyə? 175 bölünsün 25-ə. Bu da bərabərdir 7. Bizdən paralelipipedin hündürlüyü soruşuldu da A variantı 7 olmuş oldu. Daha sonra baxaq 36-cı suala. 36-cı sualda rəqəmlərin hər birindən bir dəfə istifadə etməklə yazılan ən kiçik 5 rəqəmli. Ən kiçik 5 rəqəmdən söhbət gedirsə, birinci yazmalıyıq nəyi? 4-ü. 4-dən sonra yazmalıyıq 0-ı, 5-i, 6-nı və 8-i bu formada. Minliklərə qədər, deməli təklik, onluq, yüzlük, minlik. Minliklərə qədər yuvarlaşdırsaq olacaq 41.000. Doğru cavabımız Y variantı. 37-ci sualda baxaq. 140 ədədini neçə faiz azaltsaq 119 alınır. Yəni 140 çıxılsın 140-ın x faizi. Bilmirik yaxı neçə faiz azaltmaq lazımdır. Bərabərdir 119. 119-u digər tərəfə keçirsək alarıq 21 bərabərdir 1,4x. Yəni 140x-i 100-ə böldük 1,4x. Hər tərəfi 10-a vursaq 210 bərabərdir 14x-ə. 7-yə ixtisar eləsək 30 bərabərdir 2x. X bərabərdir 15. Deməli, faizi tapdıq, oldu 15%. Doğru cavabımız Y variantı. 38-ci suala baxaq. 38-ci sualda bura eləyir -14, -14. Modulda olduğuna görə müsbət çıxır, qarşıdakı mənfiyə görə eləyir -14, -14. Üzərinə gəlsin, -6, -8. Yəni 8-dən 6 çıxsaq 2. Burada -2-dir, qarşısında mənfi olduğuna görə eləyir -2. -3, -2, -1 eləyir. Qarşıda mənfi olduğuna görə +1. Bu da bərabərdir. -14 plus 3, -14 plus 3 bərabərdir -11-ə. Doğru cavabımız D variantı. 39-cu sual. Katerin durğun sudakı sürəti çayın sürətindən 15 km çoxdur. Kater
durğun sudakı sürəti, bir də çay. Çayın sürəti x olarsa, 15 km çoxsa 15, x plus 15 olacaq. Kater çayın axını ilə 80 km məsafəni 4 saata gedir. Yəni, axın ilə getdiyinə görə katerin öz sürəti x plus 15 üzərinə gəlsin x, çayın sürəti üzərinə gəlir, vurulsun 4, bərabərdir 80 km. Bunu həll eləsək, deməli, 4 vurulsun 2x plus 15 bərabər olacaq 80-ə. Hər tərəf 4-ə ixtisar etsək, 2x plus 15 bərabərdir 20-yə. 2x bərabərdir 5-ə. X bərabərdir 2,5. Bizdən çayın sürətini soruşurdu. Çayın sürətində x-ə işarə eləmişdik. Doğru cavabımız oldu D variantı. 40-cı sonuncu sual. Alfa və 4 alfa qonşu bucaqlardır. Qonşu bucaqların cəmi 180 dərəcə olduğuna görə biz bunların cəmini 180-ə bərabər götürək. 5 alfa bərabərdir 180. Alfa bərabərdir 36 dərəcə. Bizdən alfanı soruşurdu. Doğru cavabımız oldu C variantı. Deməli, başqa sual, məntiq suallar. Başqa sual qalmadı. Hər kəsə uğurlar. Yalnız burada bir sual qaldı. O sualın da deməli 26-cı sualımız qaldı. 26-cı sualın da izahına yenidən baxacağım və şərhdə qeyd edildim. Ola bilər ki, bu sualda hər hansı bir səhvlik də ola bilər bu formada. Hər kəsə uğurlar.